Zaurla Günayın verilişləri bağlanır. Onlar ölkəni bir dəfəlik tərk edirlər. Gözlərim aydın. Salam dostlar. Videonu axıra qədər izləyin, sonra fikirlərinizi yazın zəhmət olmasa. Aklas dondurmaları. Keyfiyyətə önəm verənlər üçün. Diqqət, diqqət. Artıq Çindən istədiyiniz avtomobili daha ucuz qiymətə ala biləcəksiniz. Ən ucuz bizdədir dostlar. Hətta gömrük eləyib üstündə nömrəsi ilə sizə tam təhvil veririk. Dediyim kimi ucuz qiymətə. Sadəcə aşağıdakı WhatsApp nömrəmlə elə bu dəqiqə əlaqə saxlayın. Baxaq görək xəbərlərdə nə yazıblar. Zaurla Günayın verilişi bağlanır. Azərbaycandan bir dəfəlik gedirlər. Sağ-salamat, yaxşı yol. Tanınmış telejurnalist ATV-nin Bizimlə Sən və Zaurla Günaydın verilişlərinin aparıcısı Zaur Baxşəliyevin müəllifi olduğu proqramların bağlanacağına dair açıqlaması müzakirəsiz ötüşmədi. Bunu Zaurun zarafatı kimi qəbul edənlər də oldu. Mənbənin dediyinə görə yaxın vaxtlarda ən gec sezon sonunda Zaur Baxşəliyevin müəllifi olduğu hər iki veriliş bağlanacaq. İnşallah. ATV rəsmisi telekanal rəhbərliyinin Zaur Günay cütlüyünün fəaliyyətindən razı olduğunu bildirib. Əlbəttə razı olar. Kanala ən çox gəliri gətirən onların verilişləridir. Rəhbərlik qeyd edib ki, Zaurun verilişlərinin bağlanması ATV-nin yayım siyasəti ilə əlaqəli deyil. Onun sözlərinə görə Zaur ailəsi ilə birlikdə xaricə köçməyə hazırlaşdığı üçün telekanalla yollarını ayırır. Mənbə Zaur Baxşəliyevin hansı səbəbdən ölkəni tərk etdiyinə dair məlumatlı olmadığını bildirib. Aman Allah, şokdayam. Bağlanır ya yox, bunun artıq bizə heç bir isti soyuğu olmayacaq. Nə çox Zaurlar var efirlərdə. Məsələ burasındadır ki, əgər həqiqətən də insanların beyinlərini bayağılıqla zəhərləyərək bir xeyli pul qazanıb ölkə xaricində lüks həyat quracaqlarsa, mənim daha sözüm yoxdur. Digərləri də zaman gələcək elə eləyəcəklər. Çünki Azərbaycan onlar üçün sevimli ölkə deyil, pul qazanmaq üçün bir məkandır. Sən Azərbaycan tamaşaçısının beynini zəhərlə, buradan pullar qazan, amma get yedizdir xaricilərə. Gedirlər getsinlər, ən azından bayağı şovlardan biri azalar. Əgər yenisi açılmasa. Özünüzə yaxşı baxın, görüşərik, hələlik.